Salam dostlar, hər vaxtınız xeyirli olsun. Maraqlı bir test tapmışam sizin üçün. Belə izahı bol olan bir test tapmışam. 13-cü testə nəzər yetirək. Baxın, bizdə burdan neçə dənə doğru variant var, onları soruşur. Bizə doğru variantların sayı lazımdır. Gəlin bir analiz edək. Birinci cümləmizə baxırıq, yəni birinci varianta nəzər yetiririk. Do you have got new computers? Baxın, do you have got? Biz bilirik ki, əgər have got-un özündən istifadə ediriksə, have keçir mübtədadan əvvələ, yəni burada have keçməli idi you-dan əvvələ və got qalmalı idi you-dan sonra. Burada isə do-nu gətirib yerləşdiriblər bura. Nə əlaqə? Bunun burada nə yeri var? Bu səhvdir. İkinci cümləmizə nəzər yetiririk, varianta nəzər yetiririk. Baxın, biz bilirik ki, üçüncü şəxsin təki ki, he, she, it üçüncü şəxsin təkidir. Özündən sonra bəli, have, s qəbul edib formasını dəyişir, olur has və yaxud da has got. Əgər has got-la işlənirsə, has keçəcək mübtədadan əvvələ, yəni üçüncü şəxsin təkindən əvvələ keçəcək. Got qalacaq üçüncü şəxsin təkindən, yəni mübtədadan sonra da. Yox, əgər tək işlənibsə, o does ilə işlənəcək. Okey, bura qədər tamam. Amma does artıq s qəbul edərək üçüncü şəxsin təki ilə ayaqlaşıbsa, have-in burada s qəbul edib dəyişməyinə ehtiyac qalmır. Yəni bu artıq özün göstərmiş olur burada. Yəni bu artıq burada. Əslində burada have olmalı idi. Demək ki, bu da səhv, yanlış cümlədir, yanlış variantdır. Üçüncüyə nəzər yetiririk. Does she have? Okey, düzdür. Çünki üçüncü şəxsin təkində yenə də təkrar edirəm. Has işlənir və yaxud da has got işlənir. Sualında does olduğuna görə artıq do s qəbul edib she ilə ayaqlaşdığına görə have də qalıb yerində. Okey, bir dənə nəhayət doğru cümlə tapdıq burada. Dördüncü artıq variantımıza nəzər yetiririk. Dördüncüdə artıq başqa söhbətdir. Nə söhbətdir? Çünki baxın, biz bilirik ki, has tək özü işlənəndə sualı necə olur? Does-la. Amma has got işlənəndə has keçir mübtədadan əvvələ. Yaxşı, burada has mübtədadan əvvəldirsə, biz burada nəyi axtarmalıyıq? Has-in ikinci hissəsini, got axtarmalıyıq. Amma burada got yoxdur. Hara gedib bilinmir. Demək ki, bu variant da səhvdir. Doğru variantımız cəmi burada üçüncüdür. Bizdən də sayın how many variant. Sayın soruşduğuna görə cəmi bir variant A bəndi.